Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil a'lemin. Və sallallahu alə Muhammedin və alihi teyyibinə tahirin. Yenə də sünni nağılları ilə davam edirik, əziz qardaşlar. Və ağlasığmaz məsələlərdən biri də sünni alimlərinin güya ki, Allahı subhanahu və taala haşa yuxuda görməkləridir. Yəni bu insanlar iddia edib ki, biz Allah təbarək və tealanı yuxuda görmüşük. Təbii ki, bu ağlasığmaz bir məsələdir və bu ağlasığmaz məsələni küfrü də öz dilləri ilə iqrar ediblər. Deməli, Əz-Zəhəbinin Siyaru A'lamun Nübala kitabında 6-cı cilddə səhifə 197-də deyir ki, deməli, Allahı birinci yuxuda görən kimdir? Raqabə İbni Məsqələ, əhl-i sünnənin böyük alimlərindəndir. Nə deyir? Deyir ki, Cərir ibn Abdülhamid ən Raqabə İbni Məsqələ qalə rə'yətu Rabbul İzzəti fi mənami fəqalə lə ukrimənə məsfə Süleymənət Təymi sallə liyəl fəcrə bi vudu'il işəi 40 sənə. Deyir ki, Cərir ibn Abdülhamiddən, Raqabə ibn Məsqələdən belə dedik, rəvayət olunur. Deyir ki, İzzətli Rəbbimi yuxuda gördüm. Buyurdu ki, Süleyman Ət-Teymi cənnətdədir. Çünki o 40 il sübh namazının, işə namazının dəst namazını qılıb. Siyaru A'lamun Nübala 6-cı cild səhifə 197. Daha sonra kimdir? Əl-Əvzai. Sünnilərin böyük alimlərindəndir. Əl-Əvzai deyir, qalə Əmr ibn Əbu Sələmət Tinisi. Həddəsənə Əl-Əvzai. Qalə rəəytu kəənnə mələkəyni ərəcə bivə əvqəfəni beynə yədəy Rabbil İzzəti. Fəqal, li əntə Abdurrahman, Rahmanəl-ləzi tə'muru bil-ma'ruf, fəqultu, bi izzətikə əntə ə'ləm, qalə fəhəbətə bi həttə rəddəni ilə məkəni. Əmrdən rəvayət olunur. Daha sonra Əl-Əvzaidən rəvayət olunur. Əl-Əvzai deyir ki, yuxuda gördüm ki, sanki 2 mələk məni yuxarı qaldırdı və İzzətli Rəbbimin nurunu gördüm. İzzətli Rəbbimi gördüm. Qaldırdılar məni yuxarı, apardılar Rəbbimin huzuruna. Rəbbimin huzuruna saxladılar. Və deyir ki, Rəbb buyurdu, yaxşılığı əmr edən bəndəm Əbdurrahman sənsənmi? Sual verdi. Allahın yanına gedib Allah hələ bilmir kimdir. Deyir, sənsənmi? Mən dedim ki, izzətinə and olsun, sən daha yaxşı bilirsən. Dedi, mələklər məni aşağı indirdilər və yerimə qaytardılar. Siyaru A'lamun Nübala 7-ci cild səhifə 187. Daha sonra kimdir növbəti qəhrəman? Su'rəc ibn Yunus. Ki, bu da sünnilərin böyük alimlərindəndir. Deyir ki, qalə Abdullah ibn Əhməd səmi'tu Sureycə ibn Yunus. Yəqul, رأيت رب العزة في المعنم فقال سل حاجتك فقلت رحمن سر بالسير يعني رأسا بالرأس. Abdullah ibn Sureycdən rəvayət olunur. Abdullah ibn Əhməd rəvayət edir kimdən? Sureyc ibn Yunusdan. Deyir, belə dediyini eşitdim. İzzətli Rəbbimi yuxuda gördüm, buyurdu ki, hacətini dilə. Dedim, ya Rəhman, gizli olan gizli qalsın, gizli ilə qalsın. Yəni, üz-üzə vasitə. Siyaru A'lamun Nübala 11-ci cild səhifə 146. Növbəti qəhrəman kimdir? Əhməd ibn Həmbəl Əş-Şeybani. Həmbəli məzhəbinin müşəbbihə firqəsinin banilərindən biri. Abdüləziz ibn Əhməd Ən-Nəxabəndi. Səmi'tu Abdullah ibn Əhməd ibn Həmbəl. Səmi'tu əbi yəqul. Rəəytu Rabbəl İzzəti fil mə'nəmi fəqultu ya Rəbb, mə əfdəlu mə təqarrəbə bihi iləykəl mutəqarribun. Qalə bi kələmi. Allah deyir ki, qalə bi kələmi ya Əhməd. قلت يا رب بفهم أو بغير فهم قال بفهم وبغير فهم. Əbdüləzizdən rəvayət olunur Ən-Nəxabəndidən, o da Abdullah ibn Əhməd ibn Həmbəldən, yəni Əhməd ibn Həmbəlin oğlundan. Əhməd ibn Həmbəl oğlu da deyir ki, atamdan belə eşitdim, yəni Əhməddən. Əhməd də deyir ki, mən Rəbbimi yuxuda gördüm və dedim ki, ya Rəbb, sənə yaxınlaşmağın yolu nədir? Ən fəzilətli əməl nədir? Buyurdu ki, mənim kəlamımla, ey Əhməd. Rəbbimə dedim ki, ey Rəbbim, onu başa düşərək, fəhm eləyərək yaxınlaşmaq, yoxsa başa düşmədən. Rəbbim də buyurdu ki, istəyirsən başa düş, istəyirsən başa düşmə. İkisi də qəbuldur. Sonraki qəhrəman kimdir? Əbu Həssən Əz-Ziyadi. Və in İshaq Əl-Hərbi qalə həddəsəni Əbu Həssən Əz-Ziyadi ənəhu rə'a Rabbul İzzəti fil mə'nəmi fəqalə rəəytu nu'ran ə'zimən lə uhdinuəsifuhu və rəəytu fihi rəculən xuyyilə iləyyə ənəhum nəbiyyü sallallahu aleyhi və aleyhi. وسمعت قائلا يقول أعلم يكفك أني أنزلي عليك في سورة الرعد وإن ربك لا ذو مغفرة للناس على ظلمهم. Deyir ki, İsaq Əl-Hərbidən, o da Əbu Həssən Əz-Ziyadidən. Əbu Həssən Əz-Ziyadi deyir ki, Rəbbimi yuxuda gördüm.
Orada deyir peyğəmbərin sallallahu alayhi və aleyh olduğunu güman etdiyim bir nəfəri gördüm. Sanki o ümmətindən olan bir nəfər üçün Rəbbinə şəfaət edirdi. Bir səsin belə dediyini eşitdim. Rəd surəsində sənə nazil etdiyim bu ayə bəs etmirmi? Şübhəsiz ki, sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı bağışlayandır. Sonra deyir yuxudan oyandım. Siyaru A'lamun Nubala gördüyünüz kimi 11-ci cild səhifə 497. Çoxdur yəni, çoxdur ki, Rəbbini yuxuda görənlər. Yəni baxın diqqət eləyin. Hamısı eyni ləfzli hədislərdir. 10 nəfər qeyd olunub burada. Deməli, Siyaru A'lamun Nubalanın qeyd kimi deyirəm, ərəbcəsində göstərirəm. 20-ci cild 434-cü səhifəsində, 19-cu cild 117-ci səhifəsində, 17-ci cild 437-ci səhifəsində. Əbul Qasim görüb. Əbul Qasim Əl-Qureyşi görüb Rəbbini. Daha sonra Əbu Müzəffər Əs-Səmami görüb. Əbu Abdullah Ər-Rustumi görüb. Yəni bu cür və yaxud da ki Yezid İbn Harun görüb. Yezid İbn Harun görüb. Və təbii ki bu şeylərin hamısı nağıldır, əziz qardaşlar. Allah bizi bu cür zəlalət əhlindən qorusun. Vəssalamu aleykum və rəhmətullah.